Salam bir daha uşaqlar. Deməli, ABC Akademi sınaq üçün növbəti 20 sualın izahını, davamını paylaşırıq. 21-ci suala baxırıq uşaqlar. 21-ci sualda bizə nə deyir? 21-ci sualda bizə deyir ki, X və Y ifadəsinin qiymətini tapın. Bölünməyə sərf olunan zaman 2 saatdır. Bölünməyə məruz qalan bakteriyaların sayı 252-dir. Başlanğıc bakteriyanın sayı X-dir. Üçüncü bölünməyə məruz qalan bakteriyalarla başlanğıc bakteriyaların sayını soruşur. Uşaqlar, başlanğıc bakteriyamı bilmirəm, X-dir. Amma mən 2 saatımı bilirəm. T bərabərdir 2 saat. 2 saatim bərabərdir neçə dəqiqə? 120 dəqiqə. Əgər bakteriya 20 dəqiqədən bir bölünürsə, bu məsələdə 20 dəqiqə ərzində götürüblər. Çünki maksimum bakteriya sayı. 120-ni 20-yə bölürəm, burada tapıram mən nəsil sayını. Yəni mənim kiçik enim neçəyə bərabərdir? 6-ya. Onda mən 6 dənə bu xəttdən çəkməliyəm. Çünki hər bir xətt bir nəsli göstərir. X 2x-ə bərabər olur, artır 2 dəfə. Çünki hər dəfə bölündükcə sayı 2 dəfə artır. 4x olur, 8x olur. Baxın, burada 1, 2, 3, sonra 16x, 4, sonra 32x, 5, 64x, 6. Deməli, uşaqlar, bizdə oldu nə qədər? 64. Əmələ gələn bakteriyalarımız 64x-dir. İndi mənə deyir ki, bölünməyə məruz qalan bakteriyaların sayını tapanda əmələ gələn bakteriyalardan ilkin bakteriyaların sayını çıxaraq biz bölünməyə məruz qalan bakteriyaların sayını tapırdıq. 252. Onda mənim 63x-im bərabər olur 252-yə. X-im də bərabərdir 252-ni bölürəm neçəyə? 252-ni bölürəm 63-ə. Cavab 3-ü neçə vuranda axırı? 8. 8, yox. 4. Bəli, uşaqlar, cavabımız olur 6. Deməli, mənim başlanğıc bakteriyamın sayı neçəyə bərabərdir? 6. Mən də 3-cü bölünməyə məruz qalan bakteriyaları. Baxın, burada yazdıram 6, 2 dəfə artır 12. Bu da olur 12, 24. Bu 6 bakteriya birinci bölünməyə məruz qalıb, 12 bakteriya ikinci bölünməyə məruz qalıb, 24 bakteriya da üçüncü bölünməyə məruz qalıb. Deməli, Y mənim 24-dür. Başlanğıc bakteriyamın sayı oldu 6 dənə. X plus Y-i soruşduğuna görə 24 ilə 6-nı topladıqda da cavabımız nəyi yanlış elədi uşaqlar? 24 2 saat ərzində bölünməyə məruz qalan 252-ni səhv böldüm görən. Və 4 dənə, üzr istəyirəm uşaqlar, başlanğıc bakteriyamın sayı 4 dənədir. Mən 6 götürmüşəm çaşıb. Baxın, burada 4, 2-yə vururam 8, 16, 32 və s. Deməli, başlanğıc bakteriyamın sayı 4, onda mənim X-im 4-dür, plus 3-cü bölünməyə məruz qalan 1-ci bölünmə, 2-ci bölünmə, 3-cü bölünmə. 4-də 4-ə vuranda 16. 16 ilə də 4-ü toplayanda cavabımız olur 20. Deməli, məndə X-lə Y-in cəmi neçəyə bərabər oldu uşaqlar? 20-yə bərabər oldu. Sonra burada deyir ki, onurğalılar yarım tipinə aid olan bir canlının bədən temperaturunun ətraf mühitdən asılığı göstərmişdir. Bəli, baxın, ətraf mühitin temperaturu artdıqca bədən temperaturu dəyişmir. Bu canlının, onda ya quşdur ya da məməlidir. Bu canlının aid olduğu sinfin ilk nümayəndələri. Bəli, bu sinif məməlilər sinfidir və məməlilər sinfinin ilk nümayəndələri ilk məməlilər Trias dövründə əmələ gəlib. Trias dövründə ilk məməli, sonra əmələ gəldi əsil sümüklü balıqlar, əmələ gəldi dövrün sonunda timsah. Və deməli, bu dövrün sonunda toxumlu qıcılar yox oldu. Sonra keçirəm uşaqlar 23-cü suala. Periferik sinir sisteminin əmələ gəlməsi rolu. Periferik sinir sistemi nədən ibarət idi? Sinirlər və sinir düyünlərindən. Onda birinci sualımız sinirlər olar. Sinirlər də nədən ibarətdir? Hissi neyronun uzun çıxıntısı. Bir də hərəki neyronun uzun çıxıntısı. Bir də periferik sinir sisteminə hissi neyronun cismi aid idi. Baxın uşaqlar, burada 3 olanları çıxıram. Niyə? Ara neyronun dendridi cismi aksonu hamısı mərkəzdə yerləşirdi və hərəki neyronun dendridi də orada yerləşirdi. Baxın, 3 ilə 4-ü çıxaq uşaqlar. Baxın, B variantında 4 var, C variantında 3 var, Y variantında 3 və 4 bir yerdə var, D variantında 4 var. Onda yerdə qalan hissi neyronun aksonu, hissi neyronun cismi, hərəki neyronun aksonu və hissi neyronun dendridi. Cavab A variantı. Bunlar periferik sinir sisteminin yaranmasına iştirak edir. İnsan skeleti haqqında verilən fikirlərdən hansı doğrudur? İnsanın kəllə skeletində hər 3 növ sümük birləşməsi var. Uşaqlar, insanın kəllə skeletində
kəlləsində, kəllə skeletində, amma kəllə qutusu ayrıdır, kəllə skeleti ayrıdır. Ümumiyyətlə insanın kəllə skeletində bir hərəkətli var, bir də hərəkətsiz var. Onda yarım hərəkətli yoxdur. Ona görə birimiz yanlışdır. 2-yə baxıram. Yuxarı insanın gövdə skeleti 2 cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirə bilər. Baxırıq, insanın gövdə skeleti bu sümüklə birləşmə əmələ gətirə bilməz. Gövdə skeleti onurğa sütunundan və döş qəfəsindən ibarətdir. 2 cür sümük iliyi olan sümüklərdə birləşir qurşaq sümüklərinə. Ona görə 2 yanlışdır. 3-ə baxıram. 3-də deyir ki, yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Baxıram, yuxarı ətraf skeleti xeyr, döş sümüyü ilə birləşmə. Yuxarı ətraf skeleti deyəndə uşaqlar, kürək plus körpücü plus da sərbəst hissəni, üçünü bir yerdə nəzərdə tuturur. Mən bilirəm ki, buradan da körpücü sümüyü, baxın, burada körpücü idi, düzgün çəkməyə bilərəm uşaqlar. Baxın, belə körpücü sümüyü idi. Burada kürək sümüyü var idi. Bax, burada bazu birləşirdi. Buradan da körpücü sümüyü gəlirdi, döş sümüyünə birləşirdi. Baxın, bizdə bütöv bunu nəzərdə tutur. Onda yuxarı ətraf skeleti qarışıq sümüklə yox, döş sümüyü bizim yassı sümüklə birləşməmələ gətirir. 4, 3 də yanlışdır. 4-ə baxıram, yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir. Yuxarı ətrafın skeletində körpücü sümüyü qarışıq sümük, kürək sümüyü yassı sümük, sonra deməli uzun borlu sümüklər, yəni borlu sümüklər, uzun borlu sümüklər, uşaqlar. Bir də burada pəncə sümükləri, bunlar isə qısa sümüklərə aiddir. Bəli, 4 tamamilə doğrudur. 5-ə baxıram. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər yassı və qarışıq sümüklərdir. Bəli, uşaqlar, gövdə skeletindən hansı sümüklərə aid? Uşaqların skeletdən çox vaxt problemi olur və ona görə də diqqətlə sualları oxumaq lazımdır. Gövdə skeletində bizim gövdə skeletimizə aiddir bir döş qəfəsi, bir də bizim gövdə skeletimizə aiddir döş qəfəsi, belə deyək, döş qəfəsi deməyək. Gövdə skeletimizə aid uşaqlar onurğa sütunu, plus döş sümüyü, plus qabırğalar. Niyə belə yazdım? Çünki onurğa sütunundakı 12 dənə fəqərə həm də döş qəfəsinə aiddir. Plus da qabırğalar. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər. Uşaqlar, gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər sonuncu büzdüm sümüyüdür. Büzdüm sümüyü qarışıq sümükdür. Bir də bir sümüklə birləşmə əmələ gətirən 4 dənə qabırğalardır. Qabırğalar da yassı sümükdür. Bəli, 5 də doğrudur. Ona görə doğru cavabımız olur. Hansı variant? C variantı. Sonra baxıram 25-ci suala. Buğda toxumu cücərərkən endospermdə olan ehtiyat qida maddələri rüşeymə nə vasitəsilə daxil olur? Uşaqlar, buğda birləpəlidir və biz bilirdik ki, birləpəlilərdə ehtiyat qida maddələri əsasən endospermdə toplanırdı. Əgər uşaqlar, baxın, biz bu hissəni ləpə yarpağı götürsək, bunu endosperm götürsək, bax, bu rüşeymi götürsək, bunlarda endospermdə toplanan qida maddələri rüşeymə ləpə yarpağı vasitəsilə daxil olurdu. Ona görə ləpə yarpağı götürürük. 26-cı suala baxırıq. 26-cı sualda nə deyir? 26-cı sualda deyir ki, yetkin qadında müəyyən müddətdə sarı cisimlərin ümumi fəaliyyəti 70 həftə olubsa, ovulyasiyaların sayını hesablayın. Çox asan bir sualdır. Çünki biz bilirik ki, sarı cisim cəmi 14 gün ərzində baş verirdi. 14 günümüz bizim 2 həftəyə bərabərdir. Belə deyək, bir yumurta hüceyrənin yetişməsi üçün cəmi 2 həftə sarı cisim fazası olurdu. Bəs 70 həftə neçə dənə yumurta hüceyrəmiz yetişəsdir? Cavabımız olur sadəcə 35. Hamiləlik yoxdur. Onda bizə ovulyasiyaların sayı 35-ə bərabərdir. Sonra 27-ci sualda şəkildə verilən canlı, uşaqlar, şəkildə verilən canlı haqqında hansı fikirlər doğrudur? Balıqdır, latimeriya balığıdır, qığırdaqlı balıqlara aiddir, səhvdir, bir də yanlışdır. Bir qan dövranına aiddir, 4 cüt qəlsəmə yarığına malikdir. Bu qəlsəmə yarığı, bu ola bilər. Belə deyək, nəsli kəsilməyib uşaqlar, çünki latimeriya balıqlarının nəsli kəsilməyib. Ona görə doğru bir qan dövranına malikdir, balıqların hamısı çox xarakterlidir, 4 cüt qəlsəmə yarığına malikdir. Bu yanlışdır, bu xanı balığındaydı. Ona görə uşaqlar doğru cavabımız olur sadəcə Y variantı. Bu oldu bizim 27-ci sualımız. İndi 28-ci suala bax. Hansı bitkinin aid olduğu müxtəlif və mənşə mərkəzi şimal və cənub yarımkürəsində yerləşir? Həm şimal, həm də cənub yarımkürəsində yerləşən Cənubi Amerika mərkəzi idi. Bir də Cənubi Amerika mərkəzi idi. Bir də uşaqlar Cənubi Amerika və
Yadım. Cənubi Asiya tropik mərkəzi idi. Cənubi Asiya tropik mərkəzi. Deməli, qarğıdalı ola bilməz. Qarğıdalı Mərkəzi Amerika idi. Düyü aid idi. Hansı mərkəzi uşaqlar? Düyü aid idi. Cənubi Asiya ola bilər. Ananas aid ola bilməz. Ananas Cənubi Amerikada ola bilərdi amma. Ona B variantı olacaq yəqin ki. Cavab sonra xiyar Aralıq dənizi, xiyar Cənubi Asiya idi. Amma qəhvə Həbəşistandır. Ona görə C ola bilməz. D. Cavalı və yemiş. Cavalı Şərqi Asiya tropik mərkəzinə aiddir. Yemiş Cənub-Qərbi Asiyaya aiddir. Heç bir aid deyil. Sonra Çinə ağacı və balqabaq. Çinə ağacı aiddir. Deməli, Həbəşistana, balqabaq isə aiddir Mərkəzi Amerika mərkəzinə. Ona görə Mərkəzi Amerika var deyə olmur. Ona görə doğru cavab götürürük. B variantı. 29-a baxırıq. Çinə ağacı hardaydı? Çinə bəli düz demişəm. Sonra 29-a geoxronoloji cədvəl əsasən hansı daha əvvəl meydana çıxıb uşaqlar? İynəyarpaqlı baxın gəlin bunları yazaq. Eraları uşaqlar əzbərləmək lazımdır və çoxlu təkrar testi işləsəz yadınızda qalasıdır. 29-cu suala baxırıq. İynəyarpaqlı bitkilərin əmələ gəlməsi. Baxın A variantı. İynəyarpaqlı bitkilər əmələ gəlib daş kömür dövründə. Daş kömür. Hansı daha əvvəldir? B variantda mil kök sistemi əmələ gəlib paleozoyda. Devonda bizə dövrü soruşur. Devonda. Devon. C variantına baxıram. Baş beyin qabığı. İlk dəfə baş beyin qabığı rüşeym halında ilk sürünənlərdə əmələ gəlib. O da daş kömürdür. Sonra D variantı onurğa əmələ gəlib. Onurğa əmələ gəlib nə vaxt? Ordovikdə. Y variantı əlavə və yan köklər əmələ gəlib paleozoyun silur dövründə. Bunlar hamısı görürsünüz paleozoyun dövrləridir. Paleozoyun dövrlərinin hansıları aiddir? Kembri, Ordovik, Silur, Devon, bir də daş kömürü. Bizdən daha əvvəl soruşduğuna görə biz Ordoviki götürürük. Cavabımız olur D variantı. Sonra uşaqlar davam edirik. 30-cu sualımıza baxırıq. Səhv fikri göstərən atomların birinci növ biyoloji miqrasiyasında iştirak edən canlı uşaqlar. Atomların miqrasiyasının 3 növ var idi. Birinci, ikinci və üçüncü növ. Birinci növ biyoloji miqrasiyanı bütün canlılar, bir hüceyrəli mikroorqanizmlər həyata keçirirdi. İkinci növ biyoloji miqrasiyanı yalnız çox hüceyrəlilər həyata keçirirdi. Bura insan da aid ola bilərdi. Amma üçüncü növ biyoloji miqrasiya sadəcə insan aid idi. Deyir ki, səhv fikir göstərir. Xemosintez edici ola bilər. Bəli, bakteriyalar birinci növ biyoloji miqrasiya həyata keçirən canlılara aiddir. Fotosintez edici ola bilər. Bəli, xloroplastlara malik ola bilər. Bir hüceyrəlilərdə xloroplast bir hüceyrələrdə baxaq bu cavabı parazit ola bilər. Bəli, atomların biyoloji miqrasiyanı həyata keçirən canlılar parazit ola bilər. Y variantında deyir göbələk ola bilər. Belə deyək, xloroplastlara malik ola bilər. Yanlışdır. Bilirsiniz niyə uşaqlar? Xloroplast olurdu atomların birinci növ biyoloji miqrasiyasını həyata keçirən canlılara bir hüceyrələrə aiddir. Bir hüceyrələrdə bitkilərdə xromatofor idi, heyvanlarda da xromatofor idi. Bakteriyalarda da xloroplast yox idi. Ona görə yanlış cavab olur C variantı. 31-ə baxırıq. İnsanın gövdə skeletinə aiddir. Gövdə skeletinə aid ola baxın, uşaqlar 4 başlı əzələ ilə 3 başlı əzələni çıxın. 2 ilə 3-ü çıxın cavablardan. 2 ilə 3-ü çıxdıqdan sonra bax, B variantı getdi, A variantı getdi, Y variantı getdi, D variantı getdi. Bizdə sadəcə hansılar qaldı uşaqlar? Sadəcə qaldı bizdə 31-də C variantı, 3, 4 və 5 qalmış oldu. Cavabımız olur. İnsanın gövdə əzələlərinə aiddir. Deməli 1, 3 və 4. 1, 3, 4. Mən nə isə yanlış çıxmışıqlar. Cavab olur 1, 3, 4. Yəni arxanın açılacaq 4 başlı əzələ ilə 3 başlı əzələ üzr istəyirəm uşaqlar. Bu 2 və 5-dədir. Sonra hansı xəstəliyin əmələ gəlməsinə yalnız virus və bakteriyalar epidemiologiyanın sualıdır. Faringitdir. Faringitdə virus və bakteriyalar, meningitdə isə virus, bakteriya və bir hüceyrələr iştirak edirdi. Verilmiş qida zəncirində yer alan canlılar haqqında doğru fikri seçin. Bax, deyir ki, işıq düşür el canlısının üzərinə və K-dan da elə əgər keçirsə, el uşaqlar produsentdir. Sonra K onda nə olacaq? Verirsə redusentdir. Sonra N birinci dərəcəli konsumentdir. Sonra M də İkinci dərəcəli konsument. Mən deyir ki, el
redusentdir. Elə bu yanlışdır. M canlısı ikinci dərəcəli konsument ola bilər. Doğrudur. Doğru cavabı soruşuruq bizdən. N canlısı dovşan ola bilməz. Niyə olmur ki? Dovşan bitki mənşəli qida ilə qidalanır. K canlısı bir hüceyrəli ola bilməz. K əgər redusentsiz ola bilər. M canlısı istehsalçıdır. M yox, L-dir istehsalçı. Ona görə doğru cavabımız olur B variantı. Ağac cəlinə bənzər birəbitdən uşaqlar yer birəbitdənlə yox, ağac birəbitdənlərinə aiddir. Ona görə 34-də doğru cavabımız olur C variantı. Sonra keçirik 35-də bitkilərin quraqlığa uyğunlaşması əlamətlərindən deyil. Bax, yarpaqlar tikana çevrilir, köklər dərinə doğru gedirdi, gövdədə ehtiyat halında su toplanırdı, ciyər şirəsində şəkərin toplanması bu soyuğa davamlıq əlamətidir. Ona görə doğru cavab olur D variantı. Yarpaqların üzərində mum təbəqəsi, bu da quraqlığa qarşı uyğunlaşmadır. Dərinin epidermis qatında uşaqlar həm canlı hüceyrələr ola bilər. Canlı ən üstdə yerləşən hüceyrələr ölü hüceyrələrdir. Onun altında yerləşən hüceyrələr canlı hüceyrələrdir. Ancaq qan damarları, tər vəzlərinin axacağı və piy vəzləri derma qatında yerləşir. Ona görə doğru cavabımız olur 1 və 2. Bir də tər vəzlərinin epidermis qatında ola bilər. Bir də tər vəzlərinin axacağı. Bəli, axacaq da yerləşir orada uşaqlar. Çünki epidermisin üzərindən açılırdı. 1, 2 və 4. 37-ci suala baxıram uşaqlar. 37-ci sual yuxu ilə bağlı olan sualdır. Deyir ki, yuxu sikllərinin sayı 2-dir, amma yuxu fazalarının sayı 8-dir. Mən bilirəm ki, bir sikl 2 fazadan ibarətdirsə, onda burada söhbət gedir cəmi 8-i bölürəm 2-yə 4 dənə sikldən. Birinci, 2 yerə ayırıram belə tip məsələlərdə. Birinci yuxuya gedən kimi ləng yuxu fazası, tez yuxu fazası, ləng, tez, ləng, tez, ləng, tez. İndiki yuxuya sərf olunan minimum zaman. Minimum zaman deyirsə, mən bilirəm ki, ləng yuxuya 1 və yaxud 1.5 saat sərf olunurdu. Buraya yazıram 1 saat. 1 saatlarımı ləng yuxuya düzürəm. Tez yuxu fazası davam edirdi, deməli 10-15 dəqiqə. Minimumu yazıram 10 dəqiqə. 10 dəqiqə, amma yuxudan durana yaxın tez yuxu fazam olurdu. Ya 20 dəqiqə, 30 dəqiqə. Minimum vaxtı soruşurdu, ya buraya yazıram 20 dəqiqə. Baxın, birinci tamlarımı hesablayıram. 4 saat oldu. 10, 10, 10, 30 dəqiqə. 30-un üstünə 20 gəlir. Neçə uşaqlar? 50 dəqiqə. Deməli, iksim oldu 4 sikl. O da oldu 4 saat. Nəyi səhv yazdım? Yuxuya sərf olunan minimum zaman sərfi soruşursa məndən. Bəli, 4 saat 50 dəqiqə düz yazmışam. 4 saat 50 dəqiqə cavabımız olur C variantı. 38-də deyir, Sechenova deyir görə baş beyin reflekslərinin hansı mərhələsi refleks qövsünün 3-cü mərhələsinə uyğundur. Uşaqlar, Sechenova görə birinci mərhələ nə idi? Birinci mərhələ yazıram, ikinci mərhələ yazıram, üçüncü mərhələ yazıram. Birinci mərhələ duyğu orqanlarında əmələ gələn oyanma, yəni reseptor. İkinci hissə, deməli, mərkəzi sinir sistemində baş verən oyanma və tormozlanma, onda mərkəzi sinir sistemi. Üçüncü də ona uyğun davranış hərəkətləri, bu da üçüncü mərhələ, davranış hərəkətləri. Mən deyir ki, refleks qövsünün üçüncü mərhələsi baş beyində yerləşir. Onda baş beyində mərkəzi sinir sisteminə aiddir. Ona görə Sechenova görə ikinci hissə, refleks qövsünə görə üçüncü hissəyə aiddir. Sonra 39-da müasir bitkilərdə aşağıdakı dəyişikliklərdən hansı quraqlıq şəraitində yaşamağı təmin etməz? Deməli, yarpaq sahəsinin genişlənməsi. Baxırıq, gövdəsinə uşaqlar elə cavab olur nə variantı? C variantı. Çünki C variantında yarpaq sahəsinin genişlənməsi o bitkini quraqlıqdan qoruya bilməz. Əksinə yarpağın sahəsi kiçilməlidir. Sonra 40-cı suala baxıram. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. A hüceyrəsində A-da nüvə yoxdur. A-da belə deyək, A-da nüvə yoxdur, xlorofili var, hüceyrə divarı var. Xlorofili varsa bu A hüceyrəsi fotosintez edən bakteriyadır. Fotosintez deməyək də avtotrof bakteriyadır. Çünki bilmirəm, ətraf mühitə oksigen qazı buraxır ya yox. Sonra fototrof da, avtotrofun elə fototrof növü. B variantına baxıram. Nüvəsi var, hüceyrə amma. Baxın, burada xlorofili yoxdur, amma hüceyrə divarı var. Xlorofili olmayan canlılar da mən bilirdim ki, göbələklərdir. Ona görə B hüceyrəsi nədir uşaqlar? Göbələk. Sonra B, indi cavablara baxıram. Doğrunu istəyir. B hüceyrəsi, B
Çox hüceyrəli heyvan hüceyrəsi ola bilər. Xeyr uşaqlar, heyvanlarda hüceyrə divarı yoxdur. Ona görə A variantı yanlış. B-yə baxıram. A hüceyrəsi fotosintez edən evkaryotdur. Xeyr, prokaryotdur. Çünki nüvəsi yoxdur. C-yə baxıram. B. Simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilər. Simbiyoz yaşayan bir canlı, hansı canlılar? Göbələklər. Mən bilirəm ki, simbiyoz yaşaya bilirdilər. Çünki onlar mikoriza yaradırdılar və simbiyozluq yaradırdılar. Ona görə uşaqlar C variantı ola bilər. D-yə baxıram. A hüceyrəsi bitki hüceyrəsi ola bilər. Xeyr, A-da nüvə yoxdur. Y variantı A və B hüceyrəsi ayrı-ayrı aləmlərə aid orqanizmlərin hüceyrəsi ola bilməz. Ola bilər, niyə olmur ki? O elədir. Biri göbələkdir, biri bakteriya. Deməli, doğru cavabımız nə variant olur uşaqlar? Doğru cavabımız olur C variantı. Bu qədər uşaqlar testlərin izahı. Yenə də sualımız olsa, sualımızı şərhlər bölməsinə yaza bilərik. Deməli, uşaqlar şərhlər bölməsində fikir bildirməyi unutmayaq. Hələlik.